Ukrayna Silahlı Qüvvələrinin dronları Taganrogda təyyarə təmiri və pilotsuz uçuş aparatları istehsal edən zavodu Novorosiyskdəki Şeskaris neft terminalını, Tuapse neft emalı zavodunu və eksperimental A-60 təyyarəsinin yerləşdiyi anqar vurublar. APA-nın məlumatına görə bu barədə Ukrayna ordusunun baş qərargahı məlumat yayıb. Məlumata görə Taganrogda TANTK təyyarə təmir zavodu və Molniya dron istehsalı müəssisəsi hücuma məruz qalıb. Obyektlərin ərazisində bir neçə partlayış və iri yanğınlar qeydə alınıb. İlkin məlumatlara görə eksperimental A-60 təyyarəsi zədələnib. Bundan əlavə, Novorosiyskdə neft tankerləri və S-400 raket kompleksinin bir buraxılış qurğusu məhv edilib. Rusiya ordusu da öz növbəsində Ukrayna ərazisinə kütləvi zərbə endirib. APA TV-nin Moskva bürosunun məlumatına görə bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukraynanın hərbi sənaye və enerji obyektlərinə qarşı Kincal raketlər də daxil olmaqla geniş miqyaslı hücum təşkil edilib. Qeyd edək ki, Kincal Rusiyanın hipersəsli havadan buraxılan raket kompleksidir. Raket təxminən 12.000 km/saat, yəni 10 maxa qədər sürətə çata və trayektoriyası boyunca manevr edə bilir. Bundan başqa, Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrədə müzakirə olunan razılaşmanın əsas şərtləri üzrə ümumi anlaşmaya gəliblər. APA-nın Yunyana isnadən yazdığına görə, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerova isnadən məlumat yayıb. Umerov qeyd edib ki, Ukrayna final mərhələləri başa çatdırmaq və Trampla razılaşmaya nail olmaq üçün noyabr ayının ən yaxın mümkün tarixində Zelenskinin ABŞ səfərinin təşkil olmasını gözləyir.